5 sotda gözəl bir dənə ev deyim ya da ki siz də baxın villa deyin. Belə bir 160 kvadratlıq gözəl bir dənə evin təqdimatını eləməyə gəlmişəm. Paket kupçadır. Paket kupçadır. Gördüyünüz kimi darvazası, qapısı jaluzdur. Burada geniş bir dənə böyle bir setkamız var. Torpağın da kupçası var, evin de kupçası. Evimiz tam müasir stildə tikilib. İndi birazdan evin içi ilə sizi tanış edəcəm. Qaz sayğacı, işıq sayğacı və 24 saat suyumuz da var. Gördüyünüz kimi burada əkin üçün yerlər qoyulub hazır. Hər yer betondur. Bax, evimiz gördüyünüz kimi zaburda deyil. Hər bir tərəfinə keçidimiz də var inşallah. Yəni, bir dənə zirzəmisini də sizə göstərək. O da zirzəmisi. Hər bir otağın altında da keçid qoyulub. Yəni, dediyim kimi ev çox gözəl, səliqəli və həyətində əlavə olaraq bax, belə bir ayaq yolumuz da var. Bunu da təqdim edək. Gördüyünüz kimi ayaq yolumuz da var. Kombimizə kimi qoyulur, hazır sizə təhvil veriləcək inşallah. Evimiz gözəl bitdi evdir. Ehtiyac su çənimiz, gidrafonumuz və burada da bizim kombimiz qoyulacaq. Hazır kutusunu qoyub alanda inşallah təhvil verəcək, kombin qoyub verəcək sizə təhvil. Qapımız da bağlı qapıdır ha. İndi isə gəlin evin içinə. Gördüyünüz kimi bu belə bir gözəl evimiz yerləşir. Damafonuna kimi hər bir şey hazır vəziyyətdədir. Yerimiz istipoldur. Başlamayaq. İlk növbədə xanımları nəzərə alaq. Geniş bir dənə belə bir mətbəx. Gördüyünüz kimi. Geniş bir mətbəximiz. Burada deməli bir dənə gözəl yataq otağımız yerləşir. Koridor istipoldur, otaqlar isə radiatorlardır. Hamam tualet də istipoldur. Bir də mətbəx istipoldur. Burada bir dənə geniş bir belə bir yataq otağımız. Kondisionerimiz üçün yuxarıda gördüyünüz kimi rozetkalar da qoyub. İstipolun şəbəkəsi də burada yığılıb, hazırdır. Burada da bir yataq otağımız. Hər biri ayrı-ayrılıqda zövqlə boylarımız seçilib, divar kağıtlarımız.